Salam, hər vaxtınız xeyir. Düz xətlərə aid 4-cü məsələyə baxırıq. Şərtdə deyilir ki, üçbucağın təpə nöqtələri verilib, B nöqtəsindən keçən tənbölənin tənliyini bizdən soruşur. Görünür ki, bu tənbölən B nöqtəsindən keçir, yəni keçdiyi nöqtələrdən biri bizə məlumdur. Başqa bir nöqtəsini bilsək, bu tənbölənin tənliyini yaza bilərik. Biz burada tənbölənin oturacağının koordinatlarını tapacağıq, yəni M nöqtəsi demişik bura. X0 və Y0 tapsaq, iki nöqtədən keçən düz xəttin tənliyi vasitəsilə tənbölənin tənliyini yaza bilərik. Biz burada tənbölənin xassəsindən istifadə edəcəyik. Tənbölənin xassəsi nədir? Tutaq ki, belə bir üçbucaq verilib. Tənböləni çəkək. Alfa, alfa. Üçbucağın bu tərəfi A olsun, digər tərəfi B. Üçüncü tərəfi tənbölən M və N hissələrinə bölür. Tənbölən xassəsi belədir. A bölünsün M bərabərdir B bölünsün M. Və ya A bölünsün B bərabərdir M bölünsün M. Bunların hər ikisi tənbölənin xassəsidir. Bu xassədən görünür ki, bizə AB məsafəsi və BC məsafəsi lazım. Odur ki, biz AB və BC məsafələrini tapmalıyıq. AB məsafəsi bərabərdir. İki nöqtə arasındakı məsafə düsturundan istifadə edək. 4 çıxılsın -4-ün kvadratı, yəni 8-in kvadratı, üstəgəl 6 çıxılsın 0-ın kvadratı. 6 çıx 0, 6-nın kvadratı bərabərdir. Bu bizə 10 verir. BC məsafəsinə baxaq, bərabərdir. -4 çıxılsın -1, -3-ün kvadratı kök altında, -3-ün kvadratı, 0 çıxılsın 4-ün, -4 olacaq müsbət 4-ün kvadratı. Bu da bizə 5 verir. AB məsafəsi 10-dur, BC məsafəsi 5-dir. Tənbölənin xassəsinə görə AM məsafəsinə 2K deyək, MC məsafəsi K olar. Tənbölənin xassəsindən çıxır bu. Buradan görünür ki, AM vektoru MC vektoru ilə kollineardır. Və AM-in uzunluğu MC vektorunun uzunluğundan 2 dəfə böyüdür. Odur ki, biz AM vektoru bərabərdir 2 vurulsun MC vektoru yaza bilərik. Gəlin AM vektorunu komponentlərini tapaq. AM vektoru bərabər olacaq. Son nöqtədən başlanğıc nöqtənin koordinatlarını çıxmalıyıq. X0 çıxılsın 4, Y0 çıxılsın 6. MC vektorunun komponentlərini tapsaq, -1 çıxılsın X, -1 çıx X0, -4 çıxılsın Y0. AM vektoru bərabərdir 2 vurulsun MC vektoru olduğuna görə X0 çıxılsın 4, Y0 çıxılsın 6 bərabərdir 2 vurulsun -1 çıx X0, -4 çıxılsın Y0. X0 çıxılsın 4, Y0 çıxılsın 6 bərabərdir. Ədədi vektora vurmaq, onun uyğun koordinatlarına vurmaq deməkdir. Olacaq -2, -2 çıxılsın -2 X0, -2 çıx 2 X0, 2 vuru -4, -8 çıx 2 Y0.
Buradan görünür ki x0 çıxılsın 4 buna bərabər olmalıdır. x0 çıxılsın 4 bərabərdir -2 çıx 2x0. 3x0 bərabərdir 2-yə. x0 bərabərdir 3-də 2-yə. y0 çıxılsın 6 bərabərdir -8 çıx 2y0. 3y0 bərabərdir -2. y0 bərabərdir -3-də 2. M nöqtəsinin koordinatlarını tapdıq. 3-də 2 -3-də 2. B nöqtəsinin koordinatları bizə verilmişdi. -4 0. B nöqtəsinin koordinatları -4 0. B nöqtəsi koordinatlarını da tapmışıq. Tənbölən bu iki nöqtədən keçir. Şəkildə buna nəzər etsək, B nöqtəsi və M nöqtəsindən keçir tənbölən. Odur ki, biz iki nöqtədən keçən düz xəttin tənliyi yaza bilərik. İki nöqtədən keçən düz xəttin tənliyi belə idi. X çıxılsın x1 böl x2 çıxılsın x1 bərabərdir y çıx y1 bölünsün y2 çıx y1. Burada x1 -4 y1 0 x2 3-də 2 y2 isə -3-də 2 olsun. X çıxılsın x1 -4 olacaq -4 bölünsün 3-də 2 çıxılsın -4 -4 bərabərdir y çıxılsın y1 0-dır bölünsün -3-də 2 çıxılsın 0 -3-də 2 çıx 0. Bunları çarpaz vursaq -3-də 2 vurulsun x üstə gəl 4 bərabərdir. Bu olacaq 3-də 2 üstə gəlinsin 4. 14 böl 4 vurulsun y. -3-də 2 x çıx 3-də 8 bərabərdir 2-də 7 y. Hər tərəfə 6-ya vursaq, onlar -4 x çıx 16 bərabərdir 21 y. Ümumi şəklə salsaq, bunu olacaq 4x üstə gəl 21 y üstə gəl 16 bərabərdir 0. Oldu tənbölənin ümumi şəkli, düz xəttin ümumi şəkli. B nöqtəsindən keçən tənbölənin tənliyi bu şəkildəymiş.